Salamlar. Bugün sizə Rom papası ilə Qərbi Avropa ölkələrinin kralları arasında olan mübarizənin səbəbi və onun nəticələrindən qısa olaraq danışmaq istəyirəm. Gəlin başlayaq. 12-ci əsrdə müqəddəs Roma imperiyası ilə Rom papası arasındakı mübarizə İtaliyanın şimalı uğrundaydı. Bu mübarizənin nəticəsində Rom papası qalib gəlmişdi. Qalib gəlməsinin əsas səbəblərindən biri də İtaliyanın şimalı ilə ittifaqda olması idi. İtaliya şəhərlərində ittifaqda olması nəticəsində onun lehinə işlənmişdi müharibənin nəticəsi. Beləliklə, müqəddəs Roma imperiyasının kralı öz gücünü Almaniya və İtaliyada itirmişdi və Almaniya knyazlıqlara parçalanmışdı. İkinci olaraq keçək, 13-cü əsrdə İngiltərə kralı və Rom papası arasındakı mübarizə. Mübarizənin səbəbi əsasən İngiltərə kralının kilsə işlərinə qarışması olmuşdu. Bunun nəticəsində kral məğlub olmuşdu, Rom papası isə qalib gəlmişdi və kral Rom papasına asılılığı qəbul etmişdi. Və ən axıra, ən fərqli olan bir kralı saxlamaq istədim. Bu 4-cü Gözəl Filipdir. Bildiyimiz kimi 4-cü Gözəl Filip çox saylı işğalçı müharibələr aparmışdı və vergiyə ehtiyacı olmuşdu və kilsə üzərinə vergilər təyin etmək istədi. 1302-ci ildə vergilər təyin etmək üçün baş ştatları çağırılmışdı. Və bu kilsə üzərinə vergilər təyin etmək istəməsi Rom papası ilə mübarizəyə gətirib çıxarmışdı. Bu mübarizənin nəticəsində isə 4-cü Gözəl Filip qalib gəldi və Rom papası ondan asılılığı qəbul etmişdi. Bu qədər.